müəllim öz tələbələrini evinə qonaq çağırır. Tələbələr gələndən sonra onlara fərqli fincanlarda, amma eyni tərkibdə çay verir. Fincanların bəzisi gözəl olur, bəzisi qırıq olur, bəzisi adi olur, bəzisi çox bəzəkli olur. Bu çayları təklif eləyəndə masanın üstündən uşaqların hər biri bəzəkli, daha qəşəng olan fincanı seçib. Bunu müşahidə edən müəllim səbrlə hamısına baxır və sonda sual verir. Niyə siz fincanları seçdiniz? Onun tərkibini deyil, bununki tərkibi eynidir. Bu sual uşaqları həqiqətən də maraqlandırır və müəllim cavab verir. Bu dünyada xarici görünüşə deyil də onun daxilindəki keyfiyyətə önəm verəcəksiniz. Həyatın mahiyyəti onun daxilindədir.